Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullah. Allah ibadet itaatlerinizi kabul eləsin. Amin. Hacı selamun aleyküm. Selamun aleyküm ve rahmetullah. Necə salam. Allah razı olsun. Allah selamet eləsin. İnşallah. Ağa keçən səfər gözəl bir mövzuya qədəm qoyduq. Bəli, tövhid mövzusu. Tövhid mövzusunu başladıq. Tövhid dinimizin əslidir. Əslində bütün səmavi dinlərin əsli, kökü tövhiddir. Və Peyğəmbərimiz də gələndə ilk olaraq La ilahe illallah şuarını qeyd edib və bu şuarla gəlib. La ilahe illallah. Allahdan başqa ibadətə layiq məbud yoxdur. Bəli. Və bütün hər bir şey qayıdır buna. İslamda elə bir mövzu yoxdur ki, elə bir hökm yoxdur ki, hətta əxlaqi dəyərlərin hamısı qayıdır məhz La ilahe illallah gəlməsinə. Məsələn, İmam Rıza əleyhissalam Nişapura gedən, Tusa gedəndə məşhur hədis Silsilətü Zəhəb hədisində o Nişapur alimlərini qarşılamaq üçün yığışırlar 4000, səhv edəmirəmsə yazırlar 4000-ə yaxın alim olur orada. O 20.000 yazı pozubilən adam yazırdı. 20.000 yazırdı hələ. Ahali nə qədər idi? Mən 4000 eşitmişdim. 20.000 yazırdı. Onu eşitməmişdim. 20.000. Xahiş edirlər ki, Peyğəmbər nəvəsidir, Peyğəmbər balasıdır, həm də Allahın hüccətidir. Ali Muhammed deyirlər də. İmam Rıza əleyhissalam bir məşhur ləqəbidir. Öz dövründə əsasən alim deyirdilər. Alim deyirdilər. Ey alim deyə müraciət edirdilər. Bəli. İndi ona xahiş edir ki, bir hədis söylə. Bizim yəni Peyğəmbərimizdən bir hədis söylə və biz yazaq onu. Təsəvvür elə İmam Rıza əleyhissalam o qədər hədislərin içərisində, o qədər mövzuların içərisində yenə də tövhidi seçir. İlk mövzu, şuarı seçir. Buyurur ki, bəs orada da sənədi hansını qeyd edil, mən öz atamdan, o öz atasından, o ta gəlir Rasulullah, Cəbraildən, Cəbrail Allahdan belə nəql edir ki, La ilahe illallah kəlməsi mənim qalamdır. Kim bu qalaya daxil olsa, əzabımdan amanda qalacaq. Sonra bunu deyəndən sonra biraz yola düşdü. Cəmaat hamısı eşitdi ki, yəni olduğu yerdən bir neçə addım düşür aşağı. Cəmaat təəccüblənir ki, yəni elə bu, yəni biz bunu bilirdik. Sonra oradan qayıdır, yeni bir dənə söz deyir. Bi şurutiha. Deyir, onun şərtləri var. Və ənə min şurutiha. Mən, yəni vilayət və imamət onun şərtlərindən biridir. Deməli, əslində bütün İslami mövzuların hamısı tövhidin şərtidir. La ilahe illallah. Kimsə deyə bilər ki, mən dinin şuarı la ilahe illallahdır. Mən la ilahe illallah deyirəm və salam. Ondan sonra heç nə eləmirəm. Bu tövhid olmadı. Tövhid odur ki, Allahın yeganə məbud olduğunu qəbul etdim. Allahın xaliq olduğunu qəbul edirsən, yeganə xaliq olduğunu qəbul edirsən, eləyirəm. Allahın yeganə Rəbb olduğunu qəbul edirsən, eləyirəm. Ta onun sifətləri, adları hamısını bir tək, yeganə, vahid, əhəd olduğunu qəbul edirəmsə, deməli, o məni yaradıb, məni öz başına buraxmayıb, mənim üçün bir məqsəd, hədəf təyin edib və o hədəf üçün nələr etməliyəm, onu da bildirib. Yaxşı, onu etməsəm, mən onda öz nəfsimə itaat etmiş oldum. Mən müşrik oldum, şirk oldum. Çünki itaatdə mən Allaha deyil, tək olan Allaha deyil, öz istəyimə əməl etdim. Ya onun bunun istədiyinə əməl etdim. Deməli, hər bir şey qayıdır tövhidə. İnşallah elə acı bu mövzuda Allahın izni ilə istəyirəm ki, siz də dinləyək. Təşəkkür edirəm. Bismillahirrahmanirrahim. Salamlayıram mən izləyicilərdə sizi də. Aleykümselam. Əslində bu söylədiyiniz hədis Qızıl silsilə, Qızıl zəncir hədisi və Qızıl zəncir də ona görə adlanır ki, ravilərin hamısı məsumdur. Yəni İmam Rıza əleyhissalam, atası İmam Musa Kazım əleyhissalamdan nəql edir ki, imam da məsumdur. O da atası İmam Sadiq əleyhissalamdan nəql edir, imam da məsumdur. İmam Sadiq əleyhissalam, İmam Bakir əleyhissalamdan nəql edir, imam da məsumdur. O İmam Zeynəl Abidin əleyhissalamdan nəql edir, imam da məsumdur.
O İmam Hüseyin əleyhissalamdan nəql edir, imamdır, məsumdur. O Əli əleyhissalamdan nəql edir, imamdır, məsumdur. O Rasulullah sallallahu aleyhi və aleyhi və səlləmdən nəql edir, Peyğəmbər də imamdır, məsumdur. O Cəbrail əleyhissalam nəql edir, müqərrəb mələklərdəndir, məsumdur. O da Allah Teala'dan Cəllə Cəlaluhu nəql edir. Ravilərin içində bir dənə qeyri-məsum yoxdur. Bəli. Ona görə qızıl zəncir, ravilərin qızıl zənciri adlanır hədis. Orada maraqlı nüans budur ki, demir ki, vəl vilayətu min şurutiha. Birbaşa təyinatın. Ənə min şurutiha. Yəni, ümumiyyətlə, ümumi danışsa vilayət biraz axtarış olacaq kimdir? Təyin deyilir ki, və o vəli mənəm, o imam mənəm. Biraz təəccüblü gəlsə kiməsə, baxsın xilqətin başlanğıcına. Allah Teala bizdən qabaq iblisi yaratmışdı. Bəli. Və iblis də 6000 il idi ki, tövhid əhli idi. Bəli. Allaha ibadət eləyirdi. Allah Teala da onun ibadətini qəbul edirdi. Əli əleyhissalam buyurur ki, 6000 il ibadət elədi iblis. O da bilinmir o 6000 il axirət illəri ilə sayılır ya dünya illəri ilə. Ki, axirət illəri ilə sayılsa, məsələn, qiyamət 50.000 il sayılır, qiyamət günü, bir gün 50.000 il və ya Quran-ı Kərimdə mələklərin yuxarı qalxmasını deyir 1000 il. Yəni, heç olmasa 6000-i vuracaq 1000. Mələklərin yuxarı qalxmasını 50.000 sənə. Aha, o 50.000. 50.000 də gəlib, bir yerdə də 1000 il də gəlib. O da ki, mələklərin getdiyi məqamdan asılıdır. Ən azı 1000 il sayılsaq, 6000 ili vuraq 1000-ə. Nə eləyirsə, o qədər ibadət eləyib. Yəni, elə bir məqama çatmışdı ki, mələklərə qoşulmuşdu. Yəni, mələklərə əmr gələndə iblisə də şamil oldu. Və iz qulna lil mələikəti iscudu li Adəm, o zaman ki, əmr etdiyi mələklərə səzdə eləyin Adəmə, fəsəcədu illə iblis. İblisdən başqa hamı səzdə elədi. Yəni, o əmr iblisə də şamil oldu. Çox maraqlı bir məqam idi. Gəldi sadəcə. Təsəvvür edin, yəni mələklərin Adəmə səcdə etməsi eyni təvhid idi. Bəli. İblisin ora gətirirəm. Çox belə dəhşətli bir şeydir. Allah Teala, indi gəlin bir anlıq fərz edək ki, La ilahə illallahın hər hansı bir bəşərə qatışaraq, bəşər içində olaraq şərti yoxdur. Bəli. O tövhid iblisdə var idi. Elə iblis də onu deyirdi. Deyirdi ki, Adəm əleyhissalam niyə ortalıqda olmalıdır? Bəli, bəli. Sən Allahsan, mən sənə bəndənəm. Vasitə istəmirəm. Bəli, mən sənə necə deyirsən ibadət edirəm. Allah Teala isə o qədər bu mövzunun üzərində məhkəm dayandı. Mən vasitəni, vəliyullahı, tövhidin şərti olan bir bəşəri qəbul etmədiyi üçün iblisi əbədi lənətlədi. Bəli. Yəni, tövhidin şərti olaraq məsum bir vəliyullahı qəbul etməmək əbədi lənət gətirə bilər. Yəni, mən bunu deyirəm, siz deyirlər ki, bunlar özlərindən söz çıxardırlar. Buyursunlar da, yəni, xilqət başlayanda iblisi niyə qovdular? Allah'ımı qəbul etmirdi. İbadətdənmi boyun qaçırırdı? Nəyi yox idi? Nə etmirdi ki, Allah onu lənətlədi? Vasitəni qəbul etmirdi. Deyirdi, sən və mən. Üçüncü şəxs olmaz. Allah Teala isə buyurdu, mən Allah dini yalnız belə qəbul edirəm. Mən, vəliyullah və sən. Bəli. Yoxsa yox. Əbədi lənətlədi. Və ənnə aleykə lənəti ilə yevmi. Elhamdülillah. Bəli. Bu və yaxud üzr istəyirəm, Həzrəti Yusufə səcdə edirlər. Atası Həzrəti Yaqub Peyğəmbər, anası və qardaşları da səcdə edir. Bu da Allahın əmri idi. Çünki Həzrəti Yusuf yuxuda görmüşdü deyə. Peyğəmbərlərin də yuxusu Allahın əmridir. Ona görə Həzrəti Yaqub orada səcdə edir Yusufun qarşısında və qardaşları da səcdə edir ki, Allahın əmri həyata keçir. Təəccüb edir, bəli.
İndi hər nədir? Yəni üzr istəyirəm. Bu əslində Quran bizə deyir ki, din bizə deyir ki, bax bu eyni Din budur. Din budur. Ya bir var deyək ki, eyni tövhiddir. Bir də var deyək ki, tövhid elə budur. Bəli. Yəni alternativi yoxdur bunun. Zaten iblis alternativini təqdim elədi. Bəli. Dedi ilahi sən deyən tövhid, sən Adəm və məndir. Mən deyən tövhid sən və məndir. Bəli. Alternativ qoyduğu üçün Allah onu lənətlədi. Mən istəyirəm bugün tövhidin şaxələrindən biri olan rububiyyətdə tövhiddən danışaq. Bir dənə də bu mövzuya, çünki ola bilsin ki, kimsə anlamasın da, yəni nəyə görə məsələn ortada bir vəliyullah olmalıdır falan. Ola bilsin ki, çünki mövzu açılıb deyə bunu biraz açıqlamağa ehtiyac var, elə düşünürəm. Ümumiyyətlə, vəliyullahın bir faydası da, yəni ortada ki, Allah vəlisi olmalıdır və o gəlib sənin əlindən tutub aparmalıdır Allah dərgahına. Əvvəla sən bu yolu getməmisən, tanımırsan, bir bələdçiyə ehtiyacın var. Bəli. Çünki özü də ki, nəfs, insanın nəfsi var, o böyük düşməndir. Digər tərəfdən də iblis də gəldi, qaldı yolun üstündə. Bəli də gəlmişdi, 6000 illik yol gəlmişdi. Yox, yəni düşmən olaraq gəldi, qaldı insanın yolunun üstündə. Sonraki mərhələdə. İnsan nabələd bir yolu, təhlükəli, özü də çox güclü, məkirli bir düşmən də yolun üstü, 2 dənə məkirli, həm daxildə nəfs, həm xaricdə iblis. Bunlar ola-ola sən bu yolu düzgün gedib çata bilməyəcəksən. Ona görə Allahın hikməti, ədaləti tələb edir ki, bir bələdçi göndərsin sənə. Bu bir aspektdən. Digər aspektdən bunu bilməliyik ki, elə o bələdçi, o vəliyullah bizi Allaha doğru aparır. Bəli. O bizi başqa yerə aparmır ki. O öz sözlərini desə və la təqavvələ aleyna ba'dəl əqavil, əgər Peyğəmbər hətta bizim adımıza söz qoşsa, boynunu, qəlbinin damarını qırar. Bəli. Ləxadna minhu bil yamin. Thumma laqata'na minhu al-watin. Yəni məqsəd odur ki, heç bir peyğəmbər, heç bir Allah ilahi şəxsiyyət özünə dəvət eləməyib ki. Onlar Allaha dəvət ediblər. Məşhur hədisdir, İmam Sadiq əleyhissalam deyir, oturmuşdu. Bir nəfər gəldi, dedi ki, mənim ehtiyacım var, pul lazımdır mənə. İmam çağırdı qulamını, dedi, gör xəzinəmizdə pul varsa gətir. Bir getdi, bir kisə pul gətirdi. İmam verdi ona, dedi, çox sağ olun, təşəkkür edirəm. İmam dedi, çox sağ olun. Çıxıb getdi. Sonra ya səhərsi günü, ya ondan sonra deyir, başqa bir adam gəldi. O da deyir ki, bəs mənim ehtiyacım var, pul lazımdır mənə. İmam yenə deyir ki, gəl xəzinəmizdə bir şey varsa qulamına deyir, gətir. Qulam gedir yanında biraz pul gətirir, verir ona. O deyir ki, elhamdülillahi rabbil aləmin. İmam deyir ki, getmə, otur. Deyir, qabağda tabaq vardı, üzüm salxımı. Deyir, istəyirəm ki, mənlə biraz üzüm yeyəsən. İmam bir salxım üzüm verdi, o da götürüb yedi, dedi, elhamdülillahi rabbil aləmin. Deyir, getmə, otur. Sonra deyir, öz əbasını çıxartdı, xələt kimi verdi ona. Dedi, elhamdülillahi rabbil aləmin. Sonra hədisin ardı belədir ki, desin, bir bağ verir ona. Bir sənəd imzalayır ki, bağı verirəm sənə. O da utandığından deyir ki, yabnə Rasulillah, bəs çox sağ ol, Allah razı olsun falan. Təşəkkür imama eləyir. İmam buyurdu ki, əgər sən Allaha təşəkkür etməyi davam edəcəksən, biz də davam edərdik. Bu məqsəd burada nədir? Məqsəd əslində iman. Allahı önə çıxartmaqdır, Allaha çatdırmaqdır. Bizim Allaha təşəkkür etməyimiz onları daha çox sevindirir. Bizim Allaha çox bəndə olmağımız, bizim tövhid əhli olmağımız onları sevindirir və onlar bunun üçün zaten gəliblər. Və bu dedim indi bəziləri deyir ki, bu siz ifadəsini yığışdırmaq lazımdır. Niyə biz, niyə Allah yox? Yəni sizin də, bizim də qəbul etdiyimiz Allah Cəllə Cəlaluhu xilqəti başlayanda bir insanı salıb ortalığa. İndi buna nə açıqlama verirlər, necə verirlər özləri bilərlər. Amma fakt budur ki, bir nəfər bəndə iblis adında Allaha ibadət edirdi. Allah buyurdu, xeyr,
gərək Adəm əleyhissalama təzim edərək mənə qulluq edəsən. Birbaşa qulluğu qəbul etmirəm. Qəbul etmirəm, özünü necə qəbul etmirəm? Sözümə qulaq asmasan əbədi lənət göndərəcəm sənə. Və elə də elədir. Şeytanı şeytan eləyən vasitəni qəbul etməməyi olub. İndi bəziləri deyə bilər ki, axı o təkəbbürü niyə görə elədi? Vasitəyə görə elədi də, heç namaz qılmağa təkəbbür eləyirdi? Xeyr. Dediyim kimi, rübubiyyətdən istəyirəm, rübubiyyətdə tövhiddən danışam. Niyə? Tarix boyu Allah Taala'nın Allahlığını qəbul etmək bəzi əqidələrdə müşkül olub. Xaliqiyyətdə tövhidi qəbul etmək, uluhiyyətdə tövhidi qəbul etmək. Amma əksər cəmiyyətlərdə əsas müşkül bu olmayıb. Əsas çətin olan, qəbul edilməsi müşkül olan, çətin olan rübubiyyətdə tövhid olub. Hacı, bunu biraz izah eləyək. Məsələn, söz nə deməkdir? Rübubiyyət nə deməkdir? Rübubiyyət, Allahın Rəbb olmasıdır. Rəbb, yəni Rəbdə iki dənə məna gizlənib, əsas mənalar. Çox mənası ola bilər. İkisi əsasdır. Bir, sahib, malik, yiyə. İki, bəsləyən. Rəbb, yəni bizim sahibimiz və bəsləyənimiz. Təminatçımız. Allah Rəbbdir, yəni həm sahibimizdir, həm bəsləyənimizdir. Bizi tərbiyə eləyir və bizi yönəldir. Tərbiyə deyəndə elə bil ki, mənəvi şeylərin bəsləmək təmin edir. Maddi mənəvi Allah təmin edir. Rəbb bizi təmin edəndir. Və eyni zamanda sahibimizdir. Yəni, biri var təmin edən, tutalım, sosial təminat falan, elə yox. Təmin edir bizim maddi və mənəvi baxımdan bütün vücudumuzu təmin edir. Sahibimizdir. Nəinki, məsələn, deyək ki, kupça vermişik ona ki, bizim sahibimiz. Sahibimizdir, yəni zatımızın zati sahibidir. Əstəğfirullah, belə misal çəkək. Biz necə öz qolumuzun sahibiyik? Allah da bizim elə sahibimizdir. Misaldır da, indi o cür deyil, tam o cür çatmır ora. Misalda da münaqişə yox. Bəli də, indi zehnə yaxınlaşdırma, təqidi bir zehn üçün. Hacı, həm də məsələn, Rəbb sözü məsələn də biz, nə üçün Rəbb həm də tərbiyə sözündəndir də, o cür yazılar. Məsələn də bir müəllim götürək. Müəllim ya məsələn də tərbiyəçi. O uşağın yetişməsi üçün nələr lazımdır? Bəli. Bir, uşağı nə üçün yetişdirməlidir? Hədəf təyin olunmalıdır burada. İki, bu hədəfə çatmaq üçün uşağa nələr lazımdır? Onun hamısını gərək tələbatı ödəsin, təmin edəsin. Rəbb də sanki bizim üçün bir hədəf təyin edib. Və o hədəfə aparmaq üçün, nəinki bizim üçün, bütün məxluqat üçün, hər bir məxluqatın öz hədəfi var. Öz yaranış səbəbi var, hədəfi var. Və o hədəfə çatmaq üçün, o məqsədə çatmaq üçün nələr lazım olacaq bunda yol üçün? Onun hamısını gərək versin. Verməsi onda Rəbb deyil. İndi siz bir sahəni qeyd elədiniz də, belə deyək də, Allah ki, Rəbbdir, həm müəllim kimidir, həm valideyn kimidir, həm doktor kimidir, həm də bunların hamısında intihasız qüdrətə malikdir. Həm də Peyğəmbər kimi hidayət eləyən. Yəni, bizim şuunatımızın işlərimizin hamısı bütün istisnasız İbrahim Aleyhisselamın o müraciət var Allaha. Fəizə məriddu fəhvə yəşvin. Xəstələndə o məni sağaldır. Suyanda o məni sirab edir. Halbuki su içirsən, sirab olursan, dərman içirsən, sağlırsın. Amma deyir o eləyir. Yəni, dərmanın da kökü ona qayıdır. Suyun da kökü ona qayıdır. Yəni, Allah Taala insanın bütün istiqamətlərdə istisnasız. Yəni, nə qədər istisnasız deyirsən, yenə insanların bəzisinin beynində istisna yerlər. Xeyr, heç bir müstəsnası yoxdur. Bütün istiqamətlərdə həm sahibi ki, lillahi cunudus semavat vəl ərd, göylərin və yerin qoşunları Allahındır.
Demir Allahın əmrinə tabedir. Allahındır. İnna lillahi və inna ileyhi raciun. Biz Allahınıq və Allaha doğru qayıdırıq. Və o cümlədən biz də o qoşunlardanıq da. Bizim hüceyrələrimiz də o qoşunlardan. Hər şey. Molekullarımız da, atomlarımız da. Eyni zamanda hər şeyi də o bəsləyir. Vücudumuzun bütün incəliklərinə qədər, nə qədər neyronlarımız var, nə bilim, nə qədər hüceyrələrimiz var, hamısını o bəsləyir. O Rəbbdir. Rububiyyətdə tövhidi niyə önə çəkirəm? Rububiyyətdə tövhid tarix boyu zalimların müdaxilə etdiyi tövhiddir. Məkkə müşrikləri Əbu Cəhl olsun, Əbu Ləhəb olsun, Əbu Süfyan olsun, Həkəm ibn As olsun, As ibn Vail olsun, kimlər? Bunlar demirdilər biz sizin Allahınızıq. Dedilər, bütlərdir bizim tanrımız. Onların da tanrısı Allahdır. Məktubda yazanda yazılır Bismikallahümmə. Bəli, bəli. Hətta Hüdeybiyyə sülhündə Peyğəmbər sallallahu aleyhi və aleyhi yazdırdı Bismillahirrahmanirrahim. Bizi qəbul edən Bismikallahümmə yaz. Yəni, az çox qəbul edirdilər Allah Cəllə Cəlaluhu. Amma öz zehinlərindəki Allahı, o şərik qoşdurlar Allah. Amma rububiyyətdə artıq Allaha söz haqqı vermirdilər. Biz deyən olmalıdır. Sizin sahibiniz bizik. Yəni, məsələn, Fironun tarix yazısı öz bütü var idi. O bütə sitayiş edirdi. Və Misir əhalisi Qibdilər ki, bütpərəst idilər. Firon onlara etiraz eləmirdi, niyə bütə sitayiş edirsiniz? Rububiyyətdə deyirdi, mən olmalıyım. Demirdi, ənə xaliqukumul əla, ilahukumul əla. Demirdi, mən sizin ali xaliqinizəm, ali ilahınızam. Deyirdi, ənə Rabbukumul əla, mən sizin ali, əla Rəbbinizəm. Mən nə desəm o olmalıdır. Bu mən nə desəm o olmalıdın içində bir şey var. Sən mi məni təmin eləyirsən ki, deyəsən, mən nə desəm olmalıdır. Mənim maddi, mənəvi sahibim sən misən? Mənim vücudumu sən mi bəsləyib, tərbiyə edib, boya başa çatdırırsan? Sən nə haqqla deyirsən ki, mən nə desəm olmalıdır? Onu o varlıq deyə bilər ki, mənim həqiqi sahibim olsun, həqiqi təminatçım olsun. Ora müdaxilə edirdilər. Fikir verin, tarix boyu tövhidin başqa qollarında çox da problem olmayıb. Olub, çox da olmayıb. Amma əsasən bu qolda rububiyyətdə qırğın olub. Yəni, özünü sahib bilir və deyir ki, madəm sahibinəm, mən nə desəm mənəm, Nil mənim əmrim, Quranda necədir? Nil mənim əmrimlə axmırmı? Çox Allahın maraqlı eşləri də vardı. O deyirdi ki, Nil mənim əmrimlə axır. Axırda gəldi, onu suda boğdu. Niyə suda boğdu? Ya məsələn, Nəmrud lənətullah aleyh deyirdi ki, ənə uhyi və umit. Mən də öldürüb dirildirəm. Bir nəfər günahsızın başını kəstir, dedi, bu diriydi, öldürdüm. Bir dənə də edama məhkum olunmuş məhbusu burax, dedi, bu da ölüydü, diriltdim. İbrahim Aleyhisselam gördü ki, bu avam kütləyə mən nə cavab verim, bu necə razı salım, vaxt gedəcək, artıq onun sözü. Ötkən Hoca dedi ki, mənim Rəbbim günəşi şərqdən çıxarır, qərbdə batırır. Sən də bacarırsan, qərbdən çıxar, şərqdə batır. Fəbuhidəlləzi kəfər. O kafir, o Nəmrud heç nə deyə bilmədi. Çünki gücü çatmayan bir şeydir axı. Günəş də bizim təminatçımız. Günəşin hansı istiqamətdə çıxıb batması da bizim təminatımızdan əlaqədardır. Yəni Allah Taala'nın rububiyyəti bir mənada xaliqiyyətinə qayıdır. Yəni Allah Taala ki, məni xəlq eləyib bir, indi həmişə xəlq eləyir iki, üstəlik mənə lazım olanları da xəlq eləyir. Də hardansa götürüb vermir ki. Bəli, və ümumiyyətlə elə Rəbbin əsas şərti budur ki, o həm də xaliq olsun. Xaliq olsun, bəli. Çünki xaliq olmasa ehtiyacını bilməz. O necə bilər ki, məsələn, buna nə lazımdır, bunu necə yaradırlar, funksiyası nədir, bunun hədəfi hansıdır, bunu gedib gərək yaradandan soruşsun ki, sən onu nə üçün yaratmısan ki, mən bilim ki, necə bununla rəftar edir. Ona görə çıxır şirkə. Ona görə şirk. Əslində Rəbb özü həm də xaliqdir. Bəli, əslində o hədislərdə ki var, Allah Taala qaranlıq gecədə dəryanın dibində qara daşın içində yerləşən qara böcəyin də ruzisini verir. İndi bunu insanlar çətin təsəvvür edə bilərlər. Özümüzə baxaq.
Bizim hüceyrələrimizin, qanımızın tərkibində olan o varlıqlar hamısı canlıdır. Bəli. Hamısı kiçik-kiçik böcəklərdir. Onları kim təmin edir? Bəli. Və hansı sürətlə onları təmin edir? Necə ayırd eləyir hansına nə lazımdır? Bəli. Yəni adam biraz insaflı olsa, ağlı başından çıxar ki, ay Allah, sən nə qədər böyüksən? Yəni mən bunu hansı parametrlə ölçüm bu böyüklüyü? Bu nə qədər bilikdir, bu nə qədər qüdrətdir? Bu nə qədər bacarıqdır ki, sonra qətiyyən də yorulmaq yox. La təxuduhu sinətə və la nəv, nə mürgülənmir, nə yatmır, nə yorulmur, nə biri ilə məşğul olmaq onu o birindən saxlamır. Bir də insanda milyardlarla zaten neyron tapırlar məsələn. Hələ bir insanda 8 milyard insanı vur milyarda, üstəlik kainat. Yəni biz hələ həşərat, hələ gözə görünən, görünməyən varlıqlar, küləklər, dənizlər və ma qədərullaha haqqə qədrih bizim ona görə Musa əleyhissalama deyir ki, mənə şükür elə, deyir ilahi. Mən şükrümün haqqını ver. Ərz edir ilahi, mən sənin şükrümün haqqını verə bilmərəm. Çünki hər şükür dediyim söz sənin dili verdiyin dillədir, verdiyin enerjilədir və bacarmaram. Ki onun da özünün şükrü. Onun da bir şükür. Hələ birin qurtarmaq olur. Çünki hər şükür növbəti şükür gətirir. Allah Teala buyurdu ki, bu mərifət, bu idrak, bu qanacaq mənim təşəkkürümdür. Sən başa düş öz yerivi bil. Öz yerivi bil. Ona görə o hədisdə var deyir ki, Yəni Baqir əleyhissalam buyurur, Allah həmd olunmağı sevir. Bəli. Yəni həmd olmaq, yəni onun şərrinə tərif deyəsən, elhamdülillah deyəsən falan, ona şükür edəsən də. Əslində nəyə görə Allah təala bunu sevir? Çünki bunun bir ucu qayıdır bəndənin mərifətinə də, bəndənin ağlına, dərrakəsinə, onun o elminə qayıdır ki, bəndə o qədər ağıllıdır ki, o qədər dərrakəlidir ki, o qədər mərifətlidir ki, bilir dünyada nə var, nə yox. Bilir məni kim yaradıb, mənim ruzimi kim verib, kainatı kim yaradıb. Bilir ki, əsl tərif, əsl həmd kimə məxsusdur, onu bilir. Ona görə Allah Teala bu halı görəndə bəndə də sevir. Ona görə də həmd olunmağı sevir. Bəli. Elə Fatihətül Kitab da belə başlayır. Elhamdülillahi Rabbil aləmin. Elhamdu yəni istisnasız. Bütün həmdü sənalar, bütün gözəl təriflər. Yəni bizim bir-birimizə etdiyimiz tərif də əslində o zehniyyətli olmalıdır ki, o verib, onun da. Hacı bunu biraz açıqlayın hacı. Yəni bəli, o xüsusilə Yusuf surəsində o ayə ki var, onun da zəhmət olmasa, onun yeridir bura, mən elə hesab edirəm. Deyir ki, və ma yu'minu əksəruhum billahi illa və hum müşrikun. 108-ci ayədə səhv eləməsəm. Onların əksəriyyəti yalnız və yalnız Allaha şərik qoşmaqla paralel mömindirlər. Yəni onlar yalnız bu halda iman gətirirlər ki, həm də müşrikdirlər. İmam Sadiq əleyhissalama sual verildi ki, bu necə olur ki, bizim onda hamımız müşrik insanları. İmam buyurur, bu ki insan deyir, əgər filan kəs olmasaydı mən batmışdım, bu bir növ şirkdir. Bir növ şirkdir. Çünki filan kəs olmasaydı Allah bəhman kəs göndərərdi. Allahın qüdrəti bitmir. Heç kəs olmasaydı, heç nəsiz eləyərdi. Salih əleyhissalamın dəvəsini hardan çıxartdı? O, səhv eləməsəm, Əli əleyhissalamın kəlamıdır. Soruşurlar ki, mən heç bir iş görməsəm, yəni bir nəfər sual verirdi belə ki, o ki ayə var və yərzuquhu min haythu la yahtəsib, ağlına gəlməyən yerdən, hesablamadığı yerdən ruzu gələr. Bu necə gəlir? İmam buyurdu, ölüm gəldiyi yerdən. Əcəl hardan gəlir? Necə hesab eləmədiyi yerdə əcəl gəlir, o da oradan gəlir. Yəni, əslində o hardan gəlir sualı ki veririk. Yəni, bizim bildiyimiz yerlər var. Görür ki, bu yer o yerlərdən deyil.
Amma ağlımızdan çıxır ki, o yerlər də elə oradan gəlir. Bəli. Hər şey elə oradan gəlir. İndi hər şey yoxdur, yenə oradan gələcək. Zaten hər şeyin də neymət oradan gəlirdi. Deməli, İmam buyurur ki, kimsə desə ki, filan kəs olmasaydı. Bu dilin şirkidir. Bu şirk. Bu tərbiyəsizlikdir. Sonra Bizdə də adət olub. Göydə Allah, yerdə filan kəs. Burada Allah açıq aşkara gedib çıxır. Yəni, necə yəni yerdə filan kəs? Yerdə də Allah. Allah vəllazi fis-səmai ilahun və fil-ardı ilahu. Göydə də Allahdır, həməkara yerdə də. Hər iş onun əlindədir. Hər iş onun əlindədir. Deyəsən ardınca İmam buyurur ki, soruşur ki, bəs necə deyək? Deyir ki, Allah onu göndərməsəydi, həlak olardı. Allah, yəni o fail Allah adlanmalıdır. Hər sözdə, hətta onun tərifliyində də çox sağ ol deyəndə də deməliyik ki, məsələn, şükür Allaha ki, səni göndərdi və Allah sənə mükafat versin. O da elə bilməsin ki, mənəm elə, sən heç kimsən. Yəni, Nəmrud deyirlər, qoşun yığdı, nə qədər qoşunlar yığdı ki, Musa İbrahim Aleyhisselamın Rəbbi ilə döyüşsün. Allah Teala ən kiçik həşəratların biri ilə onu öldürdü, ağca qanadda. Məkkə müşrikləri aləmi qatdılar bir-birinə ki, Resulullah sallallahu aleyhi və aleyhi terror eləyək. Allah Teala innə avhənəl buyut ləbəytilən kəbut. Özü buyurur ki, ən süst ev hörümçəyin evidir, hörümçək toru. O ilə qorudu Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləmi. Və siz deyən kimi, Firon fəxr edirdi ki, su var mənim əlimdə, Misrin münbit torpaqları suya bağlıdır, su da mənim ixtiyarımdadır, bəndi məndədir, axarı məndədir. Allah da onun suda boğdu. Kim hansı qüdrətə güvənir? Allah da oradan vurur ki, yəni başa düş. Başa düş ki, bu qüdrət sənin deyil. Lillahi cunudu səmavat vələr. Göylərin və yerin bütün qoşunları istisnasız Allahındır. İndi Allah Teala müvəqqəti olaraq sınaq məqsədi ilə imtihana çəkmək üçün sənə formalitə olan, formal olan, şərti olan bəzi səlahiyyətləri verib, sən bundan su istifadə edib Allahı, Allahın dinini, Allahın bəndələrini incitməməlisən. Olmaz. Deməli, Hacı o əlhamdülillahdan danışdı ki, əslində hər bir tərih, hətta bizim bir-birimizə dediyimiz hamısı əslində Allaha qayıdır. Hamısı qayıdır Allaha. Çünki bu yəni məcazid də, yəni süni əslində bir şeydir. Əslində Allah tərif Allaha qayıdır ki, o sənə bu qüdrəti verir, o sənə kömək oldu ki, sən köməkli eləyəsən. Və hətta indisində də baxın o İslam fəlsəfəsində bir şey var da ki, bizim həyatımızın əsl mahiyyəti nədən ibarətdir? Yəni Allah Teala yaratdı. Sən saatı necə qurursan işləyir, elə elədi, ya indi də dəxalət eləyir. Cavab budur ki, Allah Teala o Quranda ki var, kullə yevmin huvə fi şən. Yəsəluhu mən fis-səmavati vəl-ərd. Daim bəndələrin ondan öz ehtiyacını diləməsi var. O da hər saniyədən də tez bir işlə məşğul. Yəni Allah Teala hazırda da bizi yaradır. Yəni Allahın rəhmət nəzəri üstümüzdən çəkilsə biz yoxuq. Deyirlər günəş şüasını çəksə şüa yoxdur. Lampa kimi də şəbəkədən ayırdıq və bu yoxdur. Biz eləyik, yəni ondan da daha sıx. Ondan da daha sıx. Onda yəni bizim məsafə var. Bizim məsafə yoxdur. İzə əradə şeyən kun fəyəkun. İstəyən kimi olur, yoxluğunu istəyən kimi yox olur. Diqqət, indi bizi yox eləmirsə, o demək deyil, bacarmır. Bir zalim zülm edir, deyir ki, niyə onu yox eləmir? Bu niyənin kökünə ged. Allah üçün konstitusiya yazırıq biz. Biz istəyəndə yox elə, biz istəyəndə var elə. Allahın hikməti var, Allahın sistemi var. Allah Teala'ya Musa aleyhisselam səhv eləməsəm ərz edir ki, ilahi bu zalimları niyə öldürmürsən? Deyir ya Musa. Bəzilər gəlib mənə deyirlər, birinə zülm olur, bir bəndəm o, bir bəndəmə zülm eləyir. O məzlum bəndə deyir ki, ilahi zalimları məhv elə. Yaxşı. Onun məqsədi nədir? Zülm elədiyinə görə zalimi məhv eləyim? Bəli.
Onda görə onun özünü də məhv edib. Çünki onun da başqa sahələrdə etdiyi zülmlər var. İndi bu zalim o məzluma zülm eləyib düzdür. Amma o məzlumun da başqa sahədə zülmləri var. Onda görə onu da öldürəm. Onda görə dünya qalmasın. Ən yaxşı saxlayıram qiyamətə. Orada gələrsiniz, haqq hesab eləyərik. İndi bu hikmətini biz estağfurullah bacarıqsızlığına gözləməliyik. Hikməti var da, Allahın təyinatı var ki, bu konstitusiyanı, bu yolu Allah təyin edib ki, bu hər kəs öz imtahanını versin, yoxsa elə bəri başdan. Ümumiyyətlə, Allah Teala dərhal müdaxilələr etsəydi, heç kəs daş üstə daş qalmazdı ki, bəli. Kim, məsələn, mən günah eləyən kimi dərhal cəza gəlsin və sonunda mən həqiqətini bilməyəcəyim. Günah da nə qədər eləyirik? Bəli. Saniyəmizdə bəzən günah eləyirik. Bəzən adam fikirləşir, əgər həftədə bir dənə günah eləsək, indiyə qədər nə qədər günahımız olmuş olur. Halbuki biz hər gün... Həm də səmimiyyətimiz bilinməyəcək də. Yəni, günah etdim, dərhal cəzanı aldım, gələn səfər də qorxaram da eləməm. Olmadı ki, Elhamdülillah. Bütün əmr sənələr, vaxtımız var? Bəli, vaxtımız 3 dəqiqə. Yaxşı, 3 dəqiqə. Hacı, onda biz ayə oxuyacaq. Heç ayənin davamını qutarsın. Bəli. Elhamdülillah. Bütün əmr sənələr Allaha məxsusdur. Sanki eşidən müxatəb sual verir. Niyə Allaha məxsusdur? Çünki Rəbbül aləmin. Çünki bütün aləmləri bəsləyir sahib. Necə ki, o bütün aləmlərin hamısını həm bəsləyir, həm sahib çıxır, ona görə də bütün aləmlərdə nə qədər həmdü sənə var Allaha məxsusdur. Rübubiyyət bu həmdi gətirir. İndi davamı inşallah. İnşallah. İmam Baqir əleyhissalamın deyəsən bir heyvanı itir. Deyir ki, əgər o tapılsa, Allaha kamil bir həmdü sənə edərəm. Ondan yaxşısı yoxdur. Ondan yaxşısı yoxdur. İndi gözləyirlər ki, görəsə imam necə həmd eləyər. Deyir, heyvan tapıldı. İmam deyir ki, Elhamdülillah, Rəbbül aləmin. Deyir, əlbəttə ki, bundan güclü söz olsaydı Allah onu deyərdi də Quranda. Quranda onu göndərərdi. Elhamdülillah, ən böyük həmddir, ən böyük tərifdir. Azı təşəkkür edirik. O qədər şirin oldu ki, vallahi heç bilmədik nə zaman başladı, nə zaman qutardı. İnşallah ki, izləyicilərə də fayda vermiş olaq. İnşallah, amin. Çox sağ olun, təşəkkür edirəm. Var olun. Allaha əmanət olun. Allah razı olsun sizlərdən.